Bilirsiniz, hər bir sağlam iqtisadiyyatın mərkəzində dayanmadan işləyən bir ürək var. Bu, iqtisadiyyatın qan damar sisteminə bənzəyir. Kapitalı, yəni pulu, ehtiyac olan hər yerə çatdırır. Gəlin birlikdə bu mürəkkəb amma həyati dərəcədə vacib olan mexanizmi, yəni maliyyə sistemini anlamağa çalışaq. Bu sual ilk baxışdan bəlkə də biraz dramatik səslənir, elə deyilmi? Amma inanın ki, maliyyə sisteminin fəaliyyəti dayanan zaman iqtisadiyyat həqiqətən də sanki iflic olur. Gəlin bunun səbəblərini və necə baş verdiyini daha dərindən araşdıraq. Yaxşı. Gəlin başlayaq. Bu sistem sağlam olanda normalda necə işləyir? Təsəvvür edin ki, bu, kapitalı bütün iqtisadiyyata fasiləsiz olaraq ötürən nəhəng canlı bir şəbəkədir. Ən sadə dildə desək, maliyyə sisteminin əsas işi budur. Bir tərəfdə pulunu saxlamaq və artırmaq istəyən insanlarla, digər tərəfdə böyümək, investisiya qoymaq üçün pula ehtiyacı olan şirkətlər arasında bir körpü rolunu oynayır. Bu körpü olmasa, iqtisadi artım demək olar ki, qeyri-mümkün olardı. Baxın, bu nəhəng sistemin 4 əsas hissəsi var. Maliyyə bazarları, belə deyək, alqı-satqının baş verdiyi məkanlardır. Banklar kimi maliyyə qurumları bu prosesdə vasitəçilik edir. Səhmlər, istiqrazlar kimi maliyyə alətləri isə alınıb satılan şeylərdir. Və təbii ki, bütün bu sistemin qaydalara uyğun, stabil işləməsinə nəzarət edən tənzimləyici orqanlar var. Amma bilirsiniz, hər mürəkkəb sistem kimi bunun da gizli bir zəif nöqtəsi var. Bunu qeyri-bərabər paylanmış məlumatın yaratdığı bir növ xəstəlik kimi düşünə bilərsiniz. İqtisadiyyatda buna asimmetrik məlumat deyirlər. Qulağa mürəkkəb gəlir, amma əslində çox sadə bir şeydir. Alqı-satqıda bir tərəf digərindən daha çox şey bilir. Məsələn, kredit alanla kredit verən eyni səviyyədə məlumata sahib deyil və bu kiçik fərq bütün sistem üçün çox ciddi fəsadlar yarada bilər. Bu məlumat fərqi əsasən iki böyük problem yaradır. Birincisi, tərs seçim. Bu, sövdələşmədən əvvəl baş verir. Bu nə deməkdir? Yəni, kreditə ən çox ehtiyacı olanlar adətən ən riskli, onu geri qaytara bilməyəcək adamlar olur. Bank üçün kimin həqiqətən etibarlı olduğunu seçməyə çətinləşir. İkincisi isə əxlaqi təhlükədir. Bu isə sövdələşmədən sonra ortaya çıxır. Yəni, borcalan pulu aldıqdan sonra artıq nəzarətin azaldığını düşünərək onu razılaşdırılandan daha riskli işlərə xərcləyə bilər. Yaxşı, bəs bu xəstəlik müalicə olunmasa nə baş verər? Cavab, bütün sistem bir növ infarkt keçirir, yəni maliyyə böhranı baş verir. Bu sistemli çöküşün yəqin ki, ən kəskin, ən yadda qalan nümunəsi 2008-ci il qlobal maliyyə böhranıdır. Məhz o zaman asimetrik məlumat problemi sadəcə bir nəzəriyyə olmaqdan çıxdı. Nə baş vermişdi? Banklar ödəmə qabiliyyəti çox şübhəli olan insanlara belə ipoteka kreditləri verirdilər. Əsl problem isə o idi ki, onlar bu zəhərli, riskli kreditləri mürəkkəb maliyyə alətlərinə paketləyib, bu riskdən tamamilə xəbərsiz olan investorlara satırdılar. Yəni, bir tərəf riskin nə olduğunu bilirdi, digər tərəfin isə heç bir məlumatı yox idi. Nəticə, bütün dünyanı silkələyən bir partlayış. Və bu, sanki bir domino effekti yaradır. Hər şey, bankların kimə kredit verdiyini tam anlamadığı, riskli kreditləşmə ilə başlayır. Bu kreditlər geri ödənməyəndə, banklar zəifləyir və bir-birinin ardınca çökə bilər. Bu isə investorları qorxudur və nəticədə iqtisadiyyata pul axını, yəni iqtisadiyyatın qanı tamamilə dayanır. Yaxşı, bəs bu vəziyyətdə sistemin həkimləri, yəni tənzimləyici orqanlar nə edir? Gəlin görək, bu böhranların qarşısını almaq üçün hansı maliyyə dərmanlarından istifadə edirlər? Tənzimləmənin əsas məqsədi əslində xaosun qarşısını almaqdır. Bu qaydalar nə üçündür? Onlar maliyyə əməliyyatlarının daha şəffaf olmasını təmin edir, həddindən artıq riskli davranışları, yəni spekulyasiyanı məhdudlaşdırır, bankların dayanıqlı olmasını təmin edir və ən əsası kiçik investorların pullarını qorumağa çalışır. Və bu iş əsl komanda işidir. Hər bir mütəxəssis sistemin fərqli bir hissəsinə nəzarət edir. Məsələn, mərkəzi banklar daha çox ümumi mənzərəyə, yəni pul siyasətinə baxır. Qiymətli kağızlar tənzimləyiciləri fond birjalarında nizam-intizamı qoruyur. Dövlət maliyyə nəzarət orqanları isə birbaşa bankların gündəlik fəaliyyətini yoxlayır. Beləliklə, bütün bu danışdıqlarımızdan sonra gəldik əsas məsələyə.
Bütün bunların sizin üçün, bizim üçün mənası nədir? Məsələ odur ki, bu mürəkkəb sistemin sağlamlığı hər birimizin cibinə, maliyyə rifahına birbaşa təsir edir. Yəni bu sadəcə böyük bankların və ya Wall Street-in məsələsi deyil, heç də. Stabil bir maliyyə sistemi nə deməkdir? Daha çox iş yeri, böyüyən bizneslər və ən əsası sizin əmanətlərinizin təhlükəsizliyi deməkdir. Sistem sağlam işləyəndə bundan bütün iqtisadiyyat faydalanır. Və bu da bizi son bir suala gətirib çıxarır. Baxın, texnologiya, yeni maliyyə alətləri o qədər sürətlə inkişaf edir ki, bəs qaydalar, tənzimləmə bu sürətə çata bilirmi? Yoxsa hər zaman yeni yaranan risklərin bir addım gerisində qalır? Bu, maliyyə sabitliyinin gələcəyi üçün həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.